Salam dostlar, bu gün sizlərə ekspert optiondan bəhs etmək istəyirəm. Qumar yaxud da Ponzi sistemlərinə pul yatırmaqdansa bu tip sistemlərə pul yatırmaq daha məntiqlidir. Ən azından ticarət edərək pul qazanmış olursunuz. Ekspert optionun linki videonun rəylər qismində var. Həmən linkdən daxil olub depozit edən fərqi yoxdur, kim istəyir olsun 120% mənim referansımla qeydiyyat olanlar 120% bonus alacaqlar hər yatırımdan. Tutaq ki, $50 yatırım edibsə, bu adam alır bunun 120%-ni, yəni 2 qatı və $20, yəni $120 bonusu ilə birlikdə hesaba köçürülür. Bu formada dostlar, yəni hər referansımla qeydiyyat olan hər bir kəs ilk depozitə 120% bonus qazanacaq. Gəlin indi burada sizə temanı izah edim, hansı formada olur. Minimum $1 da edə bilərsiniz, fərqi yoxdur. Mən $1 indi burada təyin edirəm. Burada vaxtı təyin edə bilərsiniz, 30 saniyə, 1 dəqiqə, 1 dəqiqə 30 saniyə, yaxud da digər vaxtları deyək ki, 30 saniyəlik qoyduq. 30 saniyədə biz aşağı düşməyə basırıq. Və bizim aşağıya vurduğumuz nöqtədən bu birjanın oxları aşağıda olarsa, biz qazanmış oluruq, yuxarıda olarsa biz uduzmuş sayılırıq. Gördüyünüz kimi hal-hazırda biz uduzduq. Burada yuxarıdan satın ala basıram. Yəni hər hansısa bir vaxtı biz buradan mütləq şəkildə qazanmış oluruq. Burada 30 saniyə müddətində indi bir neçə işləm burada açdım mən. Görək nə qədər qazanmış oluruq. Yəni diqqətlə oynasanız, xətlərə diqqətlə fikir versəniz, mənə qədər qazanmış olursunuz. Hal-hazırda qazancımız heç bir şey olmadı. Mən bunu $100 başlatmaq istəyirəm. Gördüyünüz kimi qazancımız $3.62 göstərdi bayaqlarım. Yəni mən burada random olaraq indi seçirəm, amma siz diqqətlə bu oxların hərəkətinə baxaraq, yəni aşağıya düşürsə, deməli aşağıdan sonra yuxarıya baxın, $1 $1.84 qazandırır. Yəni $100 olsa $184 qazanmış oluruq. Gördüyünüz kimi $2 $3.68 qazanmış olduq. Və ümumilikdə dostlar, $10.000 bakiyəni biz bir neçə dəqiqə ərzində $10.080 elədik. Yəni $80 biz qabağa düşdük. Bu formada hər hansı bir sual yaranarsa, bir də çıxarış bölməsi, burada para çek bölməsi belə var. Həmən bu bölməyə elektron poçtunuzu və parol təyin edirsiniz. Hal-hazırda mənim hesabım yoxdur. Hesabım olmadığına görə bu formada göstərilir. Parol təyin etdikdən sonra burada çıxarış üsulları göstərilib. Sağ olun, sağlıqla qalın.